Salam. Biz baxacağıq. Mən pul vermişəm kiməsə və onu geri almaq istəyirəm. Nəyinsə bağlı çox cür ola bilər və yaxud da kimin üçünsə iş görmüşəm. Mənim ödənişimi eləmirdilər. Bir sözlə mən almalı olduğum, öz haqqım olan pulu geri götürə biləcəmmi? 3 variant. Birinci variant. İkinci variant və 3. Birinci variantdan başlayırıq. Pulumu geri ala biləcəmmi? Pulu geri ala biləcəmmi? Yox, burada pulu geri almaq görünmür. Ola bilər ki, siz onu qorxudacaqsınız, nəsə eləyəcəksiniz, nəsə eləyəcəksiniz, amma onun heç belə vecinə də olmayacaq. Çox bilirsiniz necə, çox belə elə ki, hissə nəsə götürə bilməyi düşür sizə. Amma tam yox, yəni sizin bu pulu tam olaraq ondan almağınız uzun müddət çəkəcək də, tam olaraq ala bilməyəcəksiniz. Çox uzun müddət lazımdır, ola bilər ki, sizdə böyük bir məbləğdir və siz onu yəni rahatçılıqla ala bilməyəcəksiniz və çalışacaqsınız ki, başqa yolla o pulu raşot eləmək. Əvəzində sizə nəsə versin, əvəzində sizin üçün nəsə eləsin ki, siz elə bil ki, əl çəkəsiniz bu puldan. Yəni, tam olaraq ala bilməyiniz görünmür. Amma çox çalışacaqsınız. Çox belə dava, qırğılan söz-söhbətlər çox görünür burada. İkinci variant. Pulumu geri ala biləcəmmi? Görünür ki, siz çoxdandır pulu geri almağa çalışırsınız. Bir hissəsində hətta geri ala bilmişsiniz ikinci variantı seçənlər. Pulun geri ala biləcəyimi? Alacaqsınız bəli. Alacaqsınız, son qəpiyinə kimi alacaqsınız, narahat olun. Tam raşot, tam 0-0 manat götürəcəksiniz. Pulun geri ala biləcəyimi? Pulumu geri ala biləcəyimi? Pulumu geri ala biləcəyimi? Çalışacaq bu addan pul qaytarmazsan sizə. Elə bil ki, bu pul sizin açıqlaya bilməyəcəyiniz puldur da. Ola bilsin ki, elə bir şey ki, siz onu açıq-açıq deyə bilmirsiniz heç kimə ki, mən bu pulu bundan niyə görə alıram və ya da mənə nəyin qarşılığında bu pulu verir. Bu bundan istifadə eləməyə çalışacaq. Çalışacaq ki, verməsin. Məsələn, ala biləcəksizmi? Ala biləcəksizmi pulunuzu? Görünür ki, insan elə bil ki, arxayındır ki, siz heç kəsə gedib açıqlama verə bilməzsiniz ki, bu pulu niyə görə istəyirsiniz də. Elə bil kimlərdənsə gizli bir pul kimi. Bunu çalışacaq, qaytarmasın sizə. Boyun qaçırmağa çalışacaq uzun müddət, zənglərə cavab verməmək. Bunu geri ala biləcəkmi? Yox, ala bilməyəcəksiniz siz bundan. Bu qaçacaq. Qaçacaq bu pulu siz bundan ala bilməyəcəksiniz. İnsan qaçacaq. Yəni, çox baxıram, çox atıram. İnsan qaçacaq. Ala bilməyəcəksiniz siz ondan. Çalışın, indiki vəziyyətdə tutun onu nə ala bilirsinizsə alın. Çünki sonraki periyodda insan qaçacaq. Bugünlük bu qədər. Təşəkkür edirəm izlədiyinizə görə. Çox sağ olun.